Salam, mən Orxan Şamil. Sualımıza cavab vermədən qabaq biraz özüm haqqında danışmaq istəyirəm. Özüm Bolmis rayonunun Abdallı kəndindənəm. Universiteti İlya Dövlət Universitetinin Biznes Administrasiya proqramını bitirmişəm. Ondan sonra da magistraturada oxuyanda Erasmus proqramı ilə Kaunas Texnoloji Universitetində International Business bitirmişəm. Hal-hazırda Amerikada fəaliyyət göstərən Impel adlı şirkətdə işləyirəm, süni intellekt mühəndisi olaraq. Research and Development komandası ilə bərabər dünyada ilk avtomotiv industriyası üçün süni intellekti yaratmışıq, belə deyək, ChatGPT. Və hal-hazırda 15 ölkəyə yaxın bizim ChatGPT, belə deyək, bu 15 ölkədə istifadə edilir. Və bununla yanaşı AppWriter adlı şirkətimiz var və bu şirkətdə web aplikasiyalar və web və mobil aplikasiyalar düzəldir. Yaxşı, bu mənim haqqımda. İndi keçək əsas məsələyə hardan başlayaq. Universitetə verməmişdən qabaq xəyalım, belə deyək, biznesmen olmaq idi. Ona görə qərar verdim ki, biznes oxuyacam. 2014-cü ildə qəbul oldum İlyanın Biznes Administrasiyasına. Ümidim var idi ki, 2018-də qutaranda 4 ilin içində biznesmen olacaqdım. Amma gözümü açıb qapanandan sonra baxdım ki, 4 il keçib heç biznesmen olmamışam. Sonra sual yarandı məndə ki, yaxşı Orxan, indi nə etməlisən? Biznesmen olmaq istəyirsən, amma 4 il yalandan oxudun, hələm də biznesmen olamayıbsan. Bəxtimdən maraqlarım çox idi, belə deyək, biologiya oxuyurdum, beynəlxalq əlaqələr kurslarına gedirdim və bununla yanaşı kompüter elmlərə marağım var idi. O ərəfələrdə də Paul Grahamın esələrini oxuyurdum ki, gələcəkdə nə ixtisas seçim, hansı ixtisas mənim üçün, belə deyək, xeyirli ya da ki, maraqlı ola bilər. Hardan başlamaq sualına 2 sualla başladım. Birinci, o seçdiyim ixtisas mənim üçün maraqlı idi ya yox. Bu suala 2018-ci ildə birinci dəfə MIT-də bir dənə statiya oxudum. Harada ki, atom hidroelektrostansiyada, belə deyək, süni intellekt mühəndisləri yaratdığı algoritmlərlə illik haradasa 50 milyon dollara yaxın elektriyi qənaət elədi. Bu mənim üçün şok oldu ki, necə olar ki, bir dənə balaca proqram yazdılar, algoritm hansı ki, illik 50 milyona yaxın elektrikli, belə deyək, qənaət elədi. Ondan sonra qərar verdim ki, süni intellekti öyrənməliyəm. Amma bir problem yenə orada yarandı ki, heç bir universitetdə o vaxtı süni intellekt öyrənmirdi. Sonra qərar verdim ki, bu süni intellekti özüm öyrənməliyəm və bu prosesə başladım. İkinci sual özüm öyrənmək haqqında, yəni ixtisası seçəndə əsas bir effektlərdən Paul Grahamın belə bir tövsiyəsi var idi ki, ixtisası seçmədən qabaq fikirləşin ki, bu ixtisasın sizə xeyri necə olacaq və cəmiyyətə xeyri necə olacaq. Biraz da ambisiyalı olsaq, bəşəriyyətin tarixində nə dəyişə bilərsiniz? Daha çox o yönünə fikirləşməyə başladım. O, belə deyək, statiya oxunandan sonra qərar verdim ki, hə, yaxşı, mən süni intellekti öyrənməliyəm. Başladım araşdırmağa süni intellekt haqqında ki, təxminən bir ay vaxt çəkdi ki, süni intellekt nə idi, necə istifadə edirdi və necə industriyalarda istifadə edirdilər bu süni intellekti, informasiya öyrəndim. Sonra başa düşdüm ki, indiyənə qədər təəssüf ki, təhsil sistemimiz çox pis sistemdir. İndiyənə qədər məktəbdə olsun, universitetdə olsun, bizə nəyisə göstərirdilər ki, siz bunu öyrənməlisiniz, amma nəyi necə öyrənəcəyimizi heç vaxt öyrətməmişdilər. Bu problem yarandı. Sonra o sual verəndən sonra yaxşı, mən necə öyrənməliyəm? Başladım bunu araşdırmağa ki, insanlar necə öyrənir? Yaxşı, sualım var sizə. Öyrənmənin nə metodlarını bilirsiniz? Yox, həqiqətən, öyrənməyin nə metodlarını bilirsiniz? Yəni, nə metodu eşidibsiniz ya da? Necə? Konkret metodlar. Məsəl üçün, Feynman metodu eşitmişsiniz? Feynman metodu, okey.
ya da deyək ki, flashbacklərlə öyrənmə metodları və s. Okay. Okay. Hə, öyrənmək prosesində qərar verdim ki, birinci insan necə öyrənir, onu öyrənməliyəm. Çünki bunu mənə heç kim öyrətməmişdi, nə məktəbdə öyrətməmişdilər, ancaq yazı ilə və oxumaqla öyrənmək idi. Bunun haqqında araşdırmalar eləyəndə bir dənə maraqlı kitabla rast gəldim. Einsteinlə Ayda yürüyüş kitabı var. Sən demə, dünyada mnemonist deyilən bir professiya var imiş. Harada ki, insanlar yaddaş çempionatı keçirir və insanın bioloji olaraq beyni necə işləyir, bununla, bu texnikalarla bir şeyləri daha asan öyrənmə qabiliyyətimiz olur və bu kitabı oxuyandan sonra çoxlu belə deyək informasiyalar qəbul elədim. Mən bir şeyi necə daha asan öyrənə bilərəm və bu çox kömək oldu. Sonra biologiyada marağım olduğu üçün biologinin də xeyri dəydi, belə deyək ki, yəni biz beynimizlə belə deyək öyrənirik də. Bizim beynimiz necə işləyir? Məsəl üçün bir şeyi gün ərzində yadımızda saxlasaq, hipokampusda bu beyin hüceyrələrimiz, yəni günlük ərzində hər şeyi yadında saxlayır və ancaq yuxuda bu qısa müddətli, belə deyək, yaddaşdan uzun müddətli yaddaşa keçir. Ondan sonra bu oxuma prosesində qərar verdim ki, klublara gecə getməyim, yaddan çıxmasın deyə, ya dostlarımla PUBG axşama qədər oynamayım və s. Ona görə yuxuya da belə deyək, diqqət verməyə çalışdım və tələbələrə tövsiyəm olar ki, belə deyək, imtahanınız sabah varsa, sabaha qədər oxumayın, çünki yuxu ən önəmli bir faktordur insanın öyrənmə prosesində. Bundan sonra necə öyrənməyi biraz öyrənəndən sonra qərar verdim ki, yaxşı, bilirəm nə metodlar var, bunu real həyatda necə tətbiq edə bilərəm. Burada belə deyim, yenə araşdırmağa başladım. Ən sevdiyim kitablardan biri Atomik Vərdişlərdir. Real olaraq günlük həyatımda necə mən bu oxuma prosesimi özüm üçün daha asanlaşdıra bilərəm. Bu kitablar haqqında araşdırmağa başladım və Deep Work deyilən bir yenə kitabına rast oldum. Bu günlük ərzində belə deyək, mənə çox belə deyək, xeyri oldu ki, o öyrəndiyim metodları günlükdə mən necə belə deyək, tətbiq edə bilərdim və belə deyək, consistent ola bilərdim günlük olaraq və öyrənmək prosesim daha asan ola bilərdi. Belə desək, hardasa süni intellekti öyrənmək üçün 2 il vaxtımı aldı. İndi keçmişə baxanda düzünü desəm, fikirləşirəm ki, o keçdiyim proseslərdən 6 aya qədər öyrənə bilərdim. Amma bu bütün 2 il prosesində həqiqətən insan özü öyrənəndə ən əhəmiyyətli şeydir. Çünki ola bilər ki, o sahədə həmin belə deyək, vaxtda heç bir universitetdə süni intellekt öyrənilmirdi. Ancaq MIT-də və ya Harvardda öyrənilirdi. Ona görə bu belə deyək, öz self-learning nəyə deyilir, ən belə deyək, bu prosesdə önəmli oldu mənim üçün. Sonrakı belə deyək, addım insanlara belə deyək, kontaktlar yaratmaq. Yaxşı, mən oxudum bu sahədə, amma bu sahə elə az insanlar öyrənirdi ki, bilmirdim hansı insanlarla görüşüm, yəni iş necə tapım süni intellekt haqqında. Buna görə qərar verdim ki, başqa texnoloji konfranslara gedim, insanlarla tanış olum, bu belə deyək, universitetlərə gedim, hansısa bəlkə bu eyni sahədə maraqlanan insanlarla tanış olum və bu proses mənim iş tapmağımda çox kömək elədi. Ona görə bilmirəm, Pulsar şirkətini bilirsinizsə, Gürcüstanda ilk exiti olan bir şirkətdir, hansı ki, Amerika bazarında təxminən 30 milyon dollara satıldı və bu şirkətdə işləməyə başladım. Çünki universitet vaxtında konfranslara gedəndə bunların
founderlərilə belə deyək tanış oldum və ondan sonra yadıma düşdü ki, bunlar bu sahədə işləyir və onlarla belə deyək ünsiyyət yaradandan sonra orada işləməyə başladım. Yəni bunu dediyim əsas səbəbi odur ki, insanlarla əlaqə yaratmaq da çox önəmlidir. Yəni ki, eyni ixtisasda işləyən insanları yaxşı tanımalısınız ki, onlar da bir şey öyrənəndə sizlə paylaşa bilsin. Axırıncı önəmli bir şey deyim yenə. Heç vaxt beyninizdə belə deyək, limit qoymayın ki, mən nəyisə öyrənə bilmərəm. Ya da ki, fikirləşməyin ki, bir ixtisası seçirəmsə, o ixtisas mən ömür boyu o ixtisasda olmalıyam. Əslən insanlarıq, maraqlarımız vaxt keçdikcə dəyişir. Misal üçün, eyni prosesi yenidən başlayıram. Belə deyim, hardasa 6 ay bundan qabaq yenə bir statiya oxudum. Harda ki, MIT alimləri siçovların belə deyək, cavanlaşdırma prosesini belə deyək, cavanlaşdırdılar siçovları. Hardasa DNM-in editingi, telomers deyilən bir genlərini edit eləyərək cavanlaşdırıldılar. Ondan sonra qərar verdim ki, okey, indi yenidən həmən prosesi yenidən keçməliyəm və hardasa keçən il San Francisco ilə olanda Altos Lab deyilən bir şirkətlə tanış oldum. Bu şirkət belə deyək, ölümsüzlüyün eliksirini axtarırlar və çalışırlar ki, süni intellektin köməyi ilə ölümsüzlüyə nail olsun və deyə bilərəm ki, eyni sualı başdan verəndə maraqlıdır bu belə deyək, ixtisas mənim üçün və mənim üçün və bəşəriyyət üçün və cəmiyyət üçün nə effekti olacaq? Eyni sualı indi bu ixtisasda vermişəm və indi həmin prosesi yenidən təzədən başlayıram. Sonunda onu demək istəyirəm ki, burada əsas, yəni mənim bu öz tariximi danışmağımın səbəbi əsas o idi ki, self-learning ən önəmli, belə deyək, skilllərdən biridir. Çünki universitetlərdə, yəni texnologiya sahəsində texnologiya o qədər tez irəliləyir ki, çox çətindir ki, universitetlər həmən yeni texnologiyaları o prosesdə və öyrətmə prosesində insanlara öyrətsinlər. Məsəl üçün, 5 ildən sonra indiki texnologiya sahəsində nə varsa, 5 ildən sonra universitetlər onları qəbul edir. Ona görə self-learning texnologiya sahəsində ən önəmli, belə deyək, skilllərdən biridir. Və axır olaraq nə deyə bilərəm? Yaxşı, bu qədər. Sağ olun.